Bəzi qardaşlar çox vaxtlarını evdə dünyavi işlərə daha çox sərf edirlər. Məsələn, oyun oynayırlar telefonlarda, belə cavan qardaşlar olur. Hətta yaşlılardan da eşidirik, belələri də olur. Bu səbəbdən ailələrinə, həyat yoldaşına və övladlarına lazımi diqqəti ayırmırlar. Bu cür davranışların fəsadları, şəriətin xəbərdarlıqları və göstərişlərindən izah etməyinizi xahiş edirəm. Əvvəla bunu qeyd edim ki, bu oyunlar ilk növbədə vaxt itkisidir. Yəni insan öz vaxtına dəyər verməlidir, bu birincisi. Bu oyunlar asıllıq yaradır. Öz dəyərli olan, yəni vaxtını boş-boş şeylərə sərf edir. Bu birinci tərəfdən. Çünki biz bilirik ki, ümumiyyətlə oyunlar, fərq eləmir, istər telefon oyunları və s. adi oyunlar, bunların şəriət müəyyən bir çərçivədə icazəli görüb. O da nədir? İnsanı vacib olan əməllərdən yayındırmasın, vacib olan ibadətlərdən yayındırmasın. Amma əgər dediyim kimi bu oyunlar insanın ailəsinə diqqət etməkdən yayındırırsa, həmin oyun harama düşür. Yəni olmaz. Və xüsusən də insan öz ailəsinə cavabdehdir, ailəsinə məsuliyyət daşıyır. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, kişi öz evində məsuldur və o öz ailəsinə görə cavab verəcək. Amma bu kimi qeyd etdiyin oyunlar əgər insanı öz ailəsinin qayğısına qalmaqdan yayındırırsa, artıq bu haram hökmünə girir. Və nəsihətim budur ki, bu şeylərdən uzaq olsunlar, öz vaxtlarını daha dəyərli olan işlərlə məşğul etsinlər. Elm, zikir, ibadət və həmçində ailənin qayğısına qalmaq və s. Və belə şeylər axırda gələn nəyə çıxardır? Yəni kişi başı qarışır oyuna və s. Bu tərəfdən övladların tərbiyəsi ilə məşğul ola bilmir və uşaq da görür ki, valideyn bununla məşğuldur. O da başlayır meyil etməyə və yaxud qadın da görür ki, kişi buna fikir vermir, bunun qayğısına qalmır. Telefonla da iqra oynayır bütün günü. Qadın da telefona və o da ona etiraz edə bilmir. Çünki kişi nümunədir evdə. Kişi əgər bu işlə məşğulsa, kişi sabahlar onu öz övladına və yaxud yoldaşına qadağan edə bilməz. Onlar da deyəcəklər ki, sən də oynayırsan və yaxud aydındır. Yəni ona görə də kişi nümunə olmalıdır evdə. Əgər istəmirsə ki, onun ailəsi, övladları telefon aludəçisi olsunlar, ilk növbədə özü onlara gözəl nümunə olmalıdır. Yəni bu ailəni dağıtmaq fəsadına gətirib çıxarda bilər. Çıxarda bilər bəli. Artıq qadın əgər həddi aşarsa, yəni kişi heç maraqlanmazsa və s. ailənin dağılmasına səbəb ola bilər.